Salam uşaqlar. 155-ci testin, quizin izahıyla növbəti testimizə başlayırıq. Növbəti izahımızı davam edirik. Yenə xatırladım ki, izah elədiyim test Ragif Mərdanov və Məhəmməd Qaraşkişiyevin XM Tərqid kitabında olan quizlərdir. Deməli, 155-ci sınavla davam edirik uşaqlar. Vaxt itirmədən sualımıza keçək. Birinci sualda bizdə choose the correct definition istəyir, yəni düzgün definition. Definition yəni nədir? Mənasını tapmaqdır. Bu bizim söz bilgimizə əsaslanır. Nə qədər söz bilsək, o qədər də yaxşı definition testlərimizdə rahat işləyə biləcəyik. Baxırıq, birinci discuss müzakirə eləməkdir. Interrupt sözünü kəsmək, discover kəşf deməkdir. A bəndində to talk about a subject with somebody and tell each, yəni ki, hər hansı bir mövzu haqqında kimlənsə danışmaq, ona söhbət etmək. Yəni hansı olacaq? Yəni discuss müzakirə edirik. Yəni 1A. İkincidə to find out that you didn't know before. Əvvəllər bilmədiyim bir şeyi tapmaq, yəni kəşf edirəm. 3. To say something to stop somebody when they are talking. Deyir ki, söhbət edərkən kimisə nəsə deməklə sözünü kəsmək, yəni ki, interrupt. Bu da olacaq 2. 1A, 2C, 3də B. Doğru cavabım olacaq B bəndi. Növbəti sualımıza baxırıq. Növbəti sualda deyir, düzgün sifəti tapırıq. Sifətin qaydasında biz bilirik ki, uşaqlar, baxın, burada bir dənə on the market var. On the market olanda, yəni bu tip söz cümlənin sonunda in the world, in the class, in the market, on the market və s. bu tip olanda bizdə adətən üstünlük dərəcəsi istəyir. Üstünlük dərəcəsi istəyir deyə baxırım, slimmer bəndində yox olmaz. Həm də zən yoxdur heç. Biz müqayisə seçmək üçün orada bir zən bağlayıcısı olmalıdır. Slim sözü tək hecalı olduğuna görə more-la düzəlməz müqayisəsi, eləcə də most-la düzəlməz üstünlüyü. Sonra A ilə B arasında qalanda üstünlük dərəcəsində işlənmək üçün Z-si yoxdur B bəndində, ona görə bunu da çıxıram. Doğru cavabım A qaldı. Növbəti sualımıza baxırıq. Choose the correct variant deyir. It is important. Bu tipli olanda uşaqlar, baxın, it is sonra da sifət gələndə bir mənalı olaraq to-lu variantlar götürəcəksiniz. Doğru cavabımız olacaq B bəndi. Davam edirik uşaqlar. Deməli, 4-cü testimizdə düzgün variantı seç deyir. Harry likes Amsterdam and Harry Amsterdamı xoşladı və in the great nature, gözəl təbiətini, Amsterdamın gözəl təbiəti dediyinə görə də burada nə deməli, C bəndi, nə bilim, A bəndi, B bəndi, D bəndi seçə bilmərik. Çünki ölkədən danışırıq. Ölkədən də danışdığımıza görə it's və onun gözəl təbiətini xoşladı. Ona görə doğru cavab B bəndi olacaq. Sonra növbəti testimizə baxaq. Növbəti testimizdə deməli, nə deyir? Deyir ki, they, buradan baxırıq, görək. Düzgün zamanı seçin deyir. Deməli, zaman testlərini işləyərkən uşaqlar diqqət edirik. Baxaq, cümlədə 2 dənə boşluq var. Növbəti bütöv olan yerə baxıram. Bütöv olan yerdə bir made görürəm. Made görürəmsə bu mənə nə verir? Bu mənə verir ki, biz zamanların uzlaşması qaydasına uyğun olaraq bilirik ki, bu cümlədə bir tərəfi inkar, bir tərəfi təsdiq ola bilməz. Ona görə də made-ə görə baxıram, adi daha doğrusu present simple-da olanları çıxacam. Baxıram, bax, I bəndində will not var. Will ilə keçmiş zaman əlaqəsi yoxdur. E-ni çıxdım, D-ni çıxdım. Sonra baxıram, elə B-ni də çıxdım, çünki indiki zamandadır. Deməli, qaldı didn't pay were writing bəndində, bir də qaldı paid were writing. Deməli, həm də burada bir while görürük uşaqlar. While olanda daim edici zamanda işlənəcək. Ona görə də elə A bəndində, C bəndində ikinci tərəfdə were var. Demək, birinci tərəfə baxacağım. Birinci tərəfdə də biri təsdiqdədir, biri inkardadır. Nə deyir? Deyir ki, bu bütöv yerə baxaq. Deyir, so they made several mistakes. Ona görə də onlar bir neçə səhv etdilər. İndi burada nə deyir? Deməli, məktubu yazarkən onlar çox diqqət etdilər və çoxlu səhv etdilər. Elə olar, yoxsa ki, diqqət eləmədilər, ona görə də səhv etdilər. Paid, diqqət eləsəydilər, səhvləri çox olmazdı. C bəndə çıxdı. Didn't pay. They didn't pay attention while they were writing the letter, so they made several mistakes. Ona görə də doğru cavabım olacaq A bəndi. Deməli, burada test var, görürük, burada test var. Test var deyən, burada nə olacaq? Test var deyə, burada deməli, bilirik ki, zətdir, zəvuzdur. Bunların hansı özündən sonra cəm isim gətirir, hansı özündən sonra tək isim istəyir. Demişdik ki, bu 4 hərfli olanlar özündən sonra təklər gətirir. Ona görə A-nı çıxıram,
D-ni çıxıram. Biz demişdik sonu S olanlar aslı olmayan yiyəli əvəzlikləri elə müstəqildir. Yəni müstəqildirsə özündən sonra isim gətirməz. Ona görə B ilə eyni də çıxıram. Doğru cavabım C bəndi qalacaq. These tests aren't difficult. Bu testlər çətin deyil. Növbəti testimizə baxaq. Davam eləyək növbəti testimizlə. Deməli, 7-də deyir ki, positive case seçirik. Positive case seçmək üçün uşaqlar biz demişdik ki, baxaq, this week Dr. Jack's timetable is full. Bu həftə Dr. Jack'in cədvəli doludur. Dr. Jack insan adı da apostrof S ilə düzəlib, ona görə də bu doğrudur. Aha, bu doğrudur. Sonra what's happening? Biz demişdik ki, what'dan sonra S olarsa o yiyəlik hal olmaz. Bunu çıxdıq. Sonra xətlərimizi düzəldək. Bu belə. İkini də çıxdıq. Sonra baxırıq Mr.dən sonra Fred cəmlənib. Mr. Fred apostrof S olsaydı doğru olardı. Ona görə onu da çıxırıq. Susan and Adam's son. Bəli, Susanın və Adamın oğlu. Apostrof S və son da təkdədir deyə. Ona görə də bu da doğrudur. Doğru cavabım oldu. 1, 4. Doğru cavab E bəndi. 8-ci sualdan davam edirik uşaqlar. Deməli, yenə də bizdən nə istəyir? Adjective istəyir. How was your summer vacation? Sənin yay səyahətin necə oldu? Tətilin səyahətin necə oldu? Səyahətin. Deməli, burada baxıram ki, səyahətdən danışır. Səyahətdən danışırsa, mən ed olanları çıxacam. Çünki ed olanlar nə demişdik? İnsana aiddir. Onları çıxıram. İndi exciting yoxsa boring? Exciting həyəcanlı, maraqlı, boring sıxıcı. İndi nə deyir? Baxaq görək. It was, nöqtə, we visited many different places. Çoxlu müxtəlif yerlərə getmişik. Müxtəlif yerlərə getmişiksə, orada sıxıcı olmaz, düzdür? Maraqlı yerlər olur. Ona görə də doğru cavabım B bəndi olacaq. Sonra 9-da düzgün zamanı seçin deyir. Yenə baxıram. Aha, biz demişik ki, if olan tərəfdə will işlənməz. Ona görə B-ni çıxdım. Sonra ikinci tərəfə baxıram ay uşaqlar. İkinci tərəfdə it var. It bilirik ki, üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təkidir deyə don't grow olmaz. Doesn't grow olardı. Sonra baxıram. E bəndində isə ikinci tərəfə baxın. Doesn't grows var. Does olan yerdə grow olardı. Düzdür? Doesn't grow olardı. Ona görə E bəndində çıxıram. Deməli, hansı qaldı? C ilə D arasında qaldı. İndi baxaq tərcüməmizə. Deyir ki, if you the plant indi sən bitkini sulamasan, o böyüyər, yoxsa ki, sən bitkini sulamasan, o böyüməz. D bəndi tərcümə ilə uyğun gəlmədiyinə görə, sən bitkini sulamasan, o böyüməyəcək, böyüməz deyə doğru cavabım C bəndi oldu. 10-cu sualımıza baxırıq. 10-cu sualımızda deməli, burada artikllə bağlıdır. Baxın, sözlərin tərkibində salimən isimlər verirlər ki, siz çaşasınız. Ancaq siz baxın, bu E ilə sentəni uyğunlaşdıracaqsınız. E ilə center, yəni a tourist information center uyğun gəlirmi? Bəli, gəlir. Ona görə biz onu seçə bilirik. Doğrudur. A sales conference, yəni E ilə konferans uyğundurmu? Bəli, uyğundur. A glass bottle, yenə uyğundur. A bottle ilə uyğunlaşdırırıq. Şüşə sayılır. Butulka sayılır, daha doğrusu E ilə işlənə bilər. Bəli, bu da doğrudur. A blood sugar level, A level, bəli, doğrudur. A classical music sözü sayılmır deyə E ilə işlənməz, bu səhvdir. Burada da S var, həm də E ilə verib, ona görə səhvdir. Doğru cavabım 1, 2, 3, 4 A bəndi olacaq. 11-ci sualdan davam edirik, üzr istəyirəm. Deməli, burada baxırıq ki, uşaqlar, they knew var. Tag question'da da bilirik, düzdür. They knew var. They knew varsa, birinci tərəfdə baxıram, təsdiqdədir. Deməli, ikinci tərəfdə inkar axtaracam. İnkar axtaracam deyə, bax, təsdiqləri çıxıram, bunu çıxıram. Aha, qaldıq C, D, E arasında. Sonra baxıram ki, knew indiki zaman deyil, düzdür, keçmiş zamandır. Keçmiş zamandır deyə, does'ı da çıxıram, don't'u da çıxıram, didn't say olacaq, düzdür. 12-ci sualımıza da baxırıq. Aha, burada tərcüməyə əsaslanır. Have to get a scholarship. Deyir ki, tələbə təqaüdü almalıdır. Tələbə təqaüdünü uşaqlar, yəni tənbəl şagirdlər ala bilməz. Tələbə təqaüdünü tənbəl şagirdlərə verilir, əlaçı şagirdlərə verilir. Heç bir şagird ala bilməz deyil. Sonra excellent students, bəli, düzdür, əlaçı şagirdlər. Naughty students, becərlər olmaz. Söhbət edənlər, danışqan, söhbətçil olanlara da tələbə təqaüdü niyə versinlər ki, doğru cavabım C olacaq. 13-ə baxırıq. Famil works too much.
burada düzgün modal fe'l tapacağıq. Famil çox işləyir. I think, düşünürəm ki. İndi masdan sonra to olmaz. Düzdür. Could keçmiş zamandadır. Nə əlaqə? Sonra aha, baxıram burada deyir ki, nədir? Famil çox işləyir. O, düşünürəm ki, dincəlməlidir də. Dincələ bilməz olmaz. Dincəlməməlidir olmaz. I think he should have a rest. Düşünürəm ki, o dincəlməlidir. Uşaqlar, bir testimizin də izahını sona çatdırdıq. Suallarınız olarsa rəy bölməsində gözləyəcəm. Hansı bölmədə də əziyyət çəkirsinizsə, mən sizə kömək eləməyə hazıram. Sağ olun. İnşallah növbəti sınaq testlərimizdə, izahlarımızda görüşərik.